Bu boydaydı pappalaca. Canlini bala. Çatdakılar da ölürdü gülməkdən. Bu nə danışır? Uşaqlar ölür şəhər üçün. Şəhərdə gəzmək üçün Sinan gedirlər. Nə kındasan? Ay Mahir, necəsən Burat? Yatar da indi uşaq. Kiç-kiç suallar verir sizə adama. Saat 8-9-a işləyir. İşə gedir uşaq bu vaxtı dursun. Vetsinin üstünə qışqıran kimi anam gəlib mənədir. Yazıq canım, bir dənə cındır telefonum vardı. Bir dəfə vurdu divara, qırıq-qırıq elədi. Az uşaqdır da ağlayır, mən neynim? Kim sənin ana başı? Bu nənələr niyə belə olur görəsən? Mən boşanıb təzə gələndə mamam mənə əsəbləşib cumurdu. Bir dəfə dedim mən bunu mən neynim, bu mənim üstümə cummasın. Kənan çox özümü qoydum gicliyə. Vurdum koleskanı zadı dağıtdım. Trayniki zadı qırdım. Səs var, mamam belədir. Ooo, bu dəlidir. Bu. Mamam mənə yaxın gəlmirdi. O mənim üstümə cummaq, bu mənim üstümə cummaq. Ondan sonra deyirdi, nə inirsən özün bilərsən. Bu məndən iş olmadı. Kuxuna da vurdum, qabları qırdım. Az nə var, nə istəyirsən məndən? Qaynanam üç olmusan mənə. Əl çək, qışqırırdım. Padurqama yığdı ki, dur gəl, bunun başına hava gəlib. Dedim ki, bundan sonra mənim işimə qarışmırsın. Bitti. TikTok'a girmişəm, iş yoldaşlarım dedim, az sənin iş yoldaşlarım. Sənin iş yoldaşlarıma nə dəxli var, mən hardayam, nə inirəm? İndi özü TikTok'dan çıxmır. Silo videoları, bizi biyabır ev. Dedim, biyabır nəş oluruq ki? Hele gəldim sənətə. Dedim, silməyəcəm. Yavaş-yavaş uca qızlar mənə çox istəməyə başlamışdı. Necə bildim tanınıram? Günlərin bir günü canlaşdım. 2-3 gün açmadım. Gördüm video paylaşam, yorumda qızlar yazır. Nə olar canlaç, nə olar canlaç. Dedim, Allah, uca mən əməlli başlı adam olmuşam. Nə olar canlaç, necə yəni nə olar canlaç? O vaxtda heç kəsin canlısında 1000 nəfər, 500 nəfər, 1700 nəfər olmur deyə. İndinin 10.000 nəfəri idi. Hələ hədiyyə zadı heç nə yox idi. Açırdım, oturdum, səhərdən axşama kimi ev yığışdırırdım, söhbət edirdim, nəbilməz qeybət edirdim. Uşaq orada ağlayırdı, mən burada səsimi atırdım başıma. Elə. Bir də gördüm, bütün... Tolika ilk dəfə məni paylaşanda, Tolika səs atdım. Səsimi attım başıma. Mən videomu silin, kayıtlarımı silin, nə bilim nəyini silin. Qonşulardan oğlanlar mənə deyir, az biyabır olmuşsan hər yerdə sənsən, indi hamı mənə deyir ki, şəkil çəkdirəlim mi? Ölürəm. Qızla tanış olanda sənə yoxladacağım. Kənan, göndər mənə. Kənan, yekə oğlansa qəşə bir hədiyyatda, naxçıvanlı oğlansa, bu nədir əlimdə nə qədər gəlmdə üstümə? Bir dənə o meymun var 2500, onu tulla gəlsin bura. Deməm ölmüşəm. Var ya. İndi bəzənibsən. Az yox gecədən qalan makyajdır. Hələ bir gün qalacaq bu mənim üzümdə. Bir də sabah toyda dəyişəcəm. Hazırlaşıram da ucu xəbər gəldi süpürməyə. Canlı açacam, gələrsiz bacıya köməyə. O günü make-up eləyəcəm, makyaj zat. Hazırlaşıram şu yavaş-yavaş. 3-4'e şəkil foto. Toydadır. Bir dənə toy yola verin. Başlayıram. Qəşəngsən, canımsan. Gələrsiz bacıya köməyə. Mən ölüm. Şəkil zat çəkdirərik. Nə vaxtda? Başlayanda görəsiz canlı cacıyam. Harda bilmirəm də hansı ərazidə, yəqin yaşadığım ərazidə olar, başqarda olacaq. Küçələrə susatmışam. Gəlib mən də kömək edəcəm. Həqqi Kənan, gələrsən. Bu nə qəşəng oxudun. Lazım idi. Nə var ki orada? O qədər namuslu, qiriyyətli qadınlarımız işləyir ki. Nə var ki? Mən üçün necə sapad oldu. Ancaq mən o cəza ilə fəxr elədim.
Mən super oldu. Belə qəşəng, elə ürəyimdən oldu. Super də oldu mənim üçün. Sevinirəm şəxsən. Dingiri 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 dingiri. Az mənə heç fərq eləmiş. Üzüyümün qaşı düşəcək. Selam canım, selam. Özümə xas imicdə. Zato məndə Zato What? Alimentalda. Zato məndə aliment alacağım. Özdə 6 ilin pulum birdən. 1-15 min arası. Prosta vəkil yaxşı olmalıdır. Tapmışam bir dənə vəkil. Ay, bacın qurban. Zato məndə qaşımı alıram. Zato məndə aliment alıram. Özdə nə qəşəng. Yığacam qızımın 18 yaşına qədər. Gedir, nə istəyir onu da edər. Dirəşmişəm. Demişəm, nə inirsən elə? 6 ilin pilin uşaq doğulandan indiyənə kimi. Kızıma yananın ürəyi, ay dünyam, kızıma mən heyran, mama sənə qurban, yenə xoş gəldin. Kızıma yananın ürəyi, ay dünyam. Bir sözlə qaşımı alıram. Ona görə də bacınızı paylaşılan bəzi səhifələrə altdan belə qəşəng, söyüşsüz, təhqirsiz bacınızın tərəfini tutub qəşəng bir yorumlar yazırsınız. Görürəm, yazırsınız, xoşuma gəlir. Bir də zəhmət olmasa səhifəyə 100 nəfər 3x işarəsindən gördünüz təhqir var. 3x işarəsindən şikayət atırsan, səhifə onunla da vızqırdı, vay etsə. Sizin əlinizdə olan bir şeydir, canlarım mənim. Mən indi sənə bacı gözlənəcəm. Tolik necəsən? Tolik ölürəm. Yığacaqdım mən bugün sənə Tolik. Koşul görüm misafirə. Koşula bilsən? Kızıma yananın ürəyi, ay dünyam. Necə səndən uzaq gəzim. Mən bir sənə ləzzət elədi. Mən elə adamlar Allah haqqı dedi ki, mən də gələcəm, qoydu, dedim halaldır da. Deməli bu sevgini mən qazanmışam da. Allah haqqı.
Tolik ne oldu? Ürəyin getdi Tolik. Təbrik edirəm, çox sağ ol. Nəyə çıxıstəcə edirlər? 3 nöqtə var videoda. Əgər təhqir edirsən məni videoda üstündə yazılarına 3 nöqtə var. Orada 3 nöqtəni basırsan, şikayət edirsən. Səhifə ən az bir 50-100 nəfər desibsə getdi. Kart koy, pul ataq, uşağa nə istəyirsən? Yox, istəmirəm. Çox sağ olun, lazım deyil. Necə səndən uzaq gəzim? Bugün də ad günü. Hə, mütləq eləyin. Qızıma yananı nereye? 2 dəqiqəlik şeydir o sizin əlinizdə. Vallahi. Oxuyan qız var, ona oxşursan. Kimə? Görün bu kim oxşadır məni? Öləcəyim. Təbrik edirik. Çox sağ olun uşaqlar, çox sağ olun. Nəfəsə. Lənkərana gələrsən. İnşallah bir gün gələrik. Burada deyib reklam eləməyim səhifəni, amma izləyicilərin bilənlər bilir də, videoların altında məni tərifləyirlər, qəşəng yorumlar yazırlar mən haqqımda video paylaşanlara. Sadəcə məni sevənlərdən xahiş edirəm ki, şikayət açsınlar. Saçım qaynaqdır, hə. Mütləq gələcəm. Gələrsən Kənan. Necə səndən uzaq gəzim? Darıxma söyləyən, yanındayam deyən çox oldu. Gedəcəksən Aylişi görməyə. Əlbəttə gətirəcəm də axşam. Harada da ad günü? Ad günü evdə eləyəcək. Tam daram dam dan dan dan. Bana gülen o resmin hala koynumda. Özcan yok da burada. Mama getdi, harda olacaq? Bu hardadır sualım verəndə əsəbləşirəm də. Canlıda göstərmərsən ha məni. Yaxşı Kənan, gələrsən. Açacağım da kimin ürək istəyər gələr. Necə səndən uzaq gəzim? Həqqi, hə. Canlı açacağım. İndi bilmirəm də haranı versələr orada olacağım. Bilmirəm, yəqin 2-3 günə. Çünki bugün xəbər gəldi, yəqin 2-3 günə. Mən şəxsən kömək edərəm, çox sağ ol. Bilmirəm uşaqlar, olan günü deyəcəm də bilərsiniz. Gecəsən, necə səndən uzaq gəzim? İcazə verərlər canlıya, məncə verərlər. Açırlar da canlı, hə? Biz TikTok'da görmüşəm. Sevgilim sənin üçün varam bu sevdada. Mən məcnun kimi səhrada. Gəl elə sev ki, elə sevən olmasın dünyada. Məncə olar icazə. Çünki canlıda görürəm də, açırlar elə. Niyə vermirlər ki, nə var ki orada? Söhbət eləyə, işimi görəcəm də. Yox, qaynaqdır. Sevgilim sənin üçün varam bu sevdada. Mən məcnun kimi səhrada. Gəl elə sev ki, elə sevən olmasın dünyada. O boyda Shakira'ya da veriblər o cəzanı, xəbəriniz var. Shakira. Qanun qanundur canım mənim. Boynumuz kıldan ince.
Rihanna'ya, Shakira neydi? Shakira'daki hardan geldi girdi benim ağlıma. Ben Shakira eşitmiştim axı. Dəqiq Rihanna'dır. Neçə gündür? Desin 480 saatdir. Neçə gün eləyir ay qızlar. Günaydınlar efendim. Nəfərsən ay Devran? İyidir, sen ne yapıyorsun? Heç nə, oturmuşam. Ne yapıyorsun? Heç nə, oturmuşam. Hep oturuyorsun zaten ha. Baxarım ben. Gözlerine bir şey mi yaptın sen? Bir şey yapmışsın. Bugün daha bir bakımlısın. Evet, ben her zaman böyleyim aslında. Yo. Bugün göz kalemi falan sürmüşsün. Bir de saçlarını düzleştirmişsin. Bir de 7 köyün ağası gibi oturuyorsun. Anladın? 7 köyün ağası var ya, ağalar var ya, otururlar böyle. Geçirdi. Leman anlamıyor, tepki vermiyor. Neyse. Hadi şu beğenimizi biraz yükseltelim ya. Yeni açtık, daha beğeniyi yükseltemedik. Sen de saçını değiştirmişsin galiba sanırsam Recep Recep. Evet, saçımı kestirdim. Güzel olmuş mu? O öbür saçın daha güzeldi bence. Daha uzun değil mi? Uzun iyi. Beğenmedin mi harbiden bunu? Beğendim de devranlıktan çıkmışsın sanki biraz. Küçük Emrah'a mı benziyor? Anlayayım ben sana. Tamam mı ya? Ha ne? 6 tane gül lazım ha. Ben tekrar uzatayım o zaman saçımı Leman. Ben de beğenmedim. Sen uzat. Vallahi ben de beğenmedim şu an. Ama güzel olmuş yine de ya. Karizman gitmiş sanki biraz. Karizmam gitmiş. Eski tarza geri dönüyorum o zaman. Sen benim moralimi bozdun. Yok, vallahi o daha güzel. Tamam. 5 tane gül. Dedim biraz elim yüzüm açılsın ya. Sakalımı da kısalttım. Saçımı da kısalttım. Hadi gel, var. 5. Bak böyle daha güzel diyor biri. Yalan söylüyor. Zevkler ve renkler tartışılmaz demem. Ben yakıştırmadım. Ya aslında yine uzun da bir tık. Ben şey yapmadım, fazla bakmadım bugün saçıma, o yüzden. Arkadaşlar haydi. Don sayfası attım sana. Don sayfası. Bir tane müzik açayım bari. Şarkılardan koysana. Sizin?